Hər vaxtınız xeyir olsun əziz dostlar. Mən Yadigar Nağıyev. Simulyasiyamıza və rəhbər seriyamıza qaldığımız yerdən davam edirik. Bu bölümdə də bizlər nə edəcəyik? Səhiyyə, məşğulluq, əhali, ailə, qadın, uşaq və gənc, məskunlaşma və nəqliyyat barədə geniş danışmış olacaq. Təbii ki, sahəm olan şeylər haqqında daha özümə inamlı bir formada fikrimi ifadə edərkən, sahəm olmadığı şeylərdə ya gələcəkdə dostlara müraciət edəcəyik, ya süni intellektə müraciət edəcəyik və beləliklə sualları cavablamış olacağıq. Deməli, əziz dostlar, birinci burada gördüyünüz kimi statistik məlumatlara baxmaq lazımdır. Birinci burada gördüyümüz nədir? Ölkə büdcəsindən xərclər neçə faiz təşkil edir? Bunu görürük. Hal-hazırda diqqət etsəniz görəcəksiniz ki, 2026-cı ilin e, başlanğıcına görə müəyyən dərəcədə burada 8,74-də bir çıxış var. Nəysə, həyat gözləntisi ya da ortalama yaş dediyimiz şey 66 ildir. Yəni insanlarımız 66 il yaşayırlar. Uşaqların ölüm faizidir bu. 25,6% uşaq ölümü reallaşır. Hal-hazırda gördüyümüz kimi bu da təbii ki, əhalinin artım sürətini nə mənfi təsir göstərən amillərdən biridir. Sonra biz görürük ki, population per medical doctor dediyimiz şeydə isə əhali, həkim başına düşən əhali sayıdır burada görürük. Sonra xəstəxana yataqxanasına düşən əhali sayını görürük. Sonra burada əziz dostlar, seropozitiv dediyimiz şey, serpozitiv, pozitiv dediyimiz şey, yəni HIV pozitiv dediyimiz xəstəlikdir. AIDS-dən 100 min nəfərdən neçəsi AIDS-dən ölür? 18-90, yəni 19 nəfər. Bu da yaxşı bir nəticə deyil. 100 min nəfərdən neçəsi artıq dozadan ölür? Bu da yaxşı bir nəticə deyil. Daha da yaxşılaşdırıla bilər. Burada tibb işçilərinin sayıdır. Burada ortalama maaşdır, yəni biz onu başqa yerdən. Burada da həmçinin o birincidə göstərdiyim kimi texnologiyanı tətbiq edərək işçi sayını azalda bilərik ya da heç artırmaya bilərik. Başlayırıq büdcə məsələsinə. Deməli, birinci əziz dostlar nədir? Reimburse for visits to the doctor. Yəni həkimə müraciətlərin ödənilməsi. Bu sosial təhlükəsizlik xərcidir əziz dostlar. Büdcə artdıqda əhali həkimə daha tez və daha çox müraciət edir. Erkən diaqnoz artır. Yəni nə olur əziz dostlar? Yəni insanlar artıq davamlı şəkildə bu həkimə getdikdə həkimə müraciətlərin ödənilməsi olduğu üçün, təbii ki, bu icbari sığortaya da daxildir. Beləliklə insanlar daha çox həm həkimə gedirlər, həm də ki, necə deyərlər, xəstəlik olma ehtimalı qarşısında da xəstəliyi əvvəlcədən müəyyən etmiş olurlar. Təbii ki, bu mənfi tərəfi nədir? Lazımsız müraciətlərin sistemi yükləyə bilər, xərclər arta bilər. Çünki insanlar görsə ki, pulsuz bir şey var, daha çox gedə bilərlər və nəticə belə ola bilər. Nümunə olaraq dediyimiz kimi, pulsuz müraciət olduğu üçün, yəni ya da müəyyən hissəsi qarşılandığı üçün xəstəliklər tez aşkarlana bilər, amma növbələrdə uzanmalar yaşana bilər ki, bu bir çox dövlətin başına gələn problemlərdən biridir. İkinci, reimburse for hospital treatment, yəni xəstəxana müalicəsinin ödənilməsidir. Dövlət neçə faiz icbari sığorta zamanında bu xəstəlikləri ödəyir deyə bilərik. Burada məsələn ağır xəstəliklərlə maliyyə yükü azala bilər, ölüm halları azala bilər. Yəni belə deyək ki, müəyyən xərçəng xəstəsi varsa tutaq ki, dövlət bunun şəraiti yaradaraq onunla mübarizəni artıra bilər, xəstənin üstündəki yük azala bilər, ölüm riski azala bilər. Təbii ki, mənfi nəticələri nə olacaq? Xəstəxana xərcləri büdcəni sıxa bilər, səmərəsiz belə deyək, xəstəxanada müalicələr arta bilər ki, bunlar da təbii ki, belə deyək, şey olur, amma ölüm, orta yaşı artırmaq, insanların həyat indeksini artırmaq cəhətdən müsbətdir. Reimburse for prescription dediyimiz şey var. Bu da əziz dostlar, bir mənalı şəkildə dərmanların ödənilməsidir ki, xəstələr müalicəni yarımçıq saxlamır, xroniki xəstələr nəzarətdə qalır. Yəni onlar üçün lazımlı dərmanlar elə dövlət tərəfindən təmin edilir. Təbii ki, bu nə gətirib çıxardır? Dərman istehlakı arta bilər. Dövlət
xərci də təbii ki, bununla birlikdə arta bilər. Amma deyək ki, insulin xəstəsi varsa, dövlət bunu təmin edə bilsə müəyyən qədərini ya da hamısını, onda bu problemin həllində, yəni insanların vəziyyəti yaxşılaşdığı kimi, amma xərclər də artım göstərə bilər. Burada sick leave coverage dediğimiz şey var. Yəni xəstəlik məzuniyyəti. İşçilər xəstəykən işləmirlər. Yəni beləliklə yoluxma azalır, məhsuldarlıq uzun müddətə arta bilər. Təbii ki, bunu bəziləri sui-istifadə edərək işə götürənlərin, yəni sahibkarların narazılığına səbəb yarada bilər. Amma ümumi olaraq baxdığımızda məzuniyyət ehtimalının olmağı epidemiyanın yayılmasını da azaltdığı kimi iş belə deyək, yəni produktivliyini artıracaq, amma nə ola bilər? İşçi işləmədiyi üçün burada sahibkar müəyyən qədər gəlib itirə bilər. Coverage for work accident dediyimiz şey burada iş qəzalarının ödənilməsidir ki, əməkçilər qorunacaq, sosial narazılıq azalacaq, sığorta xərcləri, işə götürənlərin yükü arta bilər burada mənfi bir formada. Qəza kompensasiyasına məsəl üçün etirazları azaldar, amma bir tərəfdən də istehsal xərcini artıra bilər. Digər tərəfdən analıq məzuniyyətidir, bir dəqiqə. Analıq məzuniyyətidir. Bu da doğum təhlükəsizliyi və doğum göstəricilərini yaxşılaşdırar. Qısa müddətdə əmək bazarında boşluqlar yarana bilər. Təbii ki, yəni doğum olduğu üçün. Amma ödənişli məzuniyyət doğumu artıra bilər. Amma təbii ki, hər dəfəsində bu insan əgər doğum həyata keçirərsə, işçi sahibkar tərəfdən daha doğrusu necə deyim, müəyyən problemlər yaşana bilər. Sonra biz baxacağımız şey nə idi? Hygiene-dir. Hygiene-da gigiyena və texniki xidmət deyə bilərik buna. Bu da xəstəxanaların infeksiyaları azalır, xəstəxana infeksiyaları azalır, xidmət keyfiyyəti yüksələ bilər. Bu bizim üçün həqiqətən çox lazımlı bir şeydir. Daimi əməliyyat xərcləri amma təbii ki, burada arta bilər. Amma nümunə olaraq bunu deyə bilərik ki, təmizlik nə qədər yaxşı olarsa, infeksiyanın yoluxma riski də o qədər aşağı çəkilə bilər. Modernization and of medical equipment dediyimizdə tibbi avadanlığın yenilənməsidir. Bu da təbii ki, xəstəliklərlə mübarizədə effektivdir. Yüksək investisiya tələb edə bilər, texniki asılılıq yarada bilər. Amma diaqnozun dəqiqliyi, müalicənin sürəti artdığı üçün ölüm riski azala bilər. Occupational medicine'dir, əmək tibbidir. Məsələn, peşə xəstəlikləri azalır, işçi sağlamlığı qorunur. Burada gördüyünüz kimi beləliklə mənfi müəssisələr üçün əlavə uyğunlaşma xərci yarana bilər. Müayinələr iş qəzasını azalda bilər dediyimiz kimi. Ana və uşaq xidmətlərində də bir dəqiqə, ana və uşaq xidmətlərində ana uşaq ölümü azalar, sosial rifah yüksələr. Təbii ki, davamlı əgər bu artarsa büdcəyə mənfi ziyan vura bilər, amma məncə heç yəni çox da yaxşı nəticə ala bilərik. Burada emergency departments var, yəni təcili yardım şöbələridir ki, kritik hallarda sağ qalma halını yüksəldə bilər, ictimai etibarı artıra bilər ki, təbii ki, bu da müəyyən dərəcədə xərcləri artırar. Bunu onsuz da gözə alaraq edəcək. Psixiatriya şöbələrinə də dəstək versək, ruh sağlamlığı yaxşılaşar, intihar və zorakılıq riski azalar, sosial stigma dediyimiz uzun ömürlü xərclər yarana bilər, amma terapiya iş qabiliyyətini, insanların psixolojik vəziyyətini daha da yaxşılaşdıra bilər. Cinayət kimi halların da qarşısını bəlkə beləliklə ala bilərik. Geriatriya dediyimiz şey, yəni yaşlılara baxımdır, onların belə deyək də ailə yükünü azaltmaqla bağlı ki, hansı ki dövlət yaşlılarını götürərək onların baxımını üstlənsə, necə deyərlər, burada ailələrin üstündəki yüklər də azala bilər. Gələcəkdə bu prioritetlərimizdən biri ola bilər. Əlillər üçün xidmətlərdir, Service for Handicap. Burada da inteqrasiyalarını, məşğulluqlarını artıraraq sosial bərabərlik yüksəldə bilərik. Daha sonra prevention and vaccination dediyimiz şeydir. Prevention və vaksinasiya, yəni profilaktika və prevent deyə bilərik biz buna. Xəstəliklərin qarşısı alınar, uzun müddətli səhiyyə xərcləri azalar, hansı ki, başdan peyvəndlənsə, bunlar niyə sonradan xəstələnsinlər ki? Qısa müddətdə
təbii ki, biraz problem yarana bilər, amma epidemiyanın baş verməsinin qarşısını effektiv formada almaq olar. AIDS-lə mübarizə, GITS deyirik biz buna Azərbaycan dilində. Yoluxma və azalma, ölüm azalar, əmək qabiliyyəti qorunar. Təbii ki, bunun üçün dərmanlar və sairə biraz pul gedəcək, amma burada da nəsə etmək olar. Xərçənglə mübarizədə də eyni şeydən danışa bilərik. Genetik disease, genetik xəstəliklər dediyimiz şey var əziz dostlar. Mənim mouse'um, touchpad'im düzgün işləmədi. Genetik xəstəliklərlə mübarizədə genetik testlər və erkən müdaxilə ilə ömür keyfiyyəti artırıla bilər. Bunlar da vacib şeylərdir. Nadir xəstəliklər də təbii ki, fil xəstəliyi falan kimi şeylərdir. Onları da müalicə ilə həll etmək məncə mümkün olar. Bunları da burada gördük. Burada construction hissəsində xəstəxanadır, sosial mərkəzlərdir, doğum xəstəxanalarıdır, psixiatrik xəstəxanalardır. Bunları inşa edərək də bu vəziyyətə xidmət etmək olar. Deməli, əziz dostlar, burada da müəyyən qərarlar var, gördüyünüz kimi. Change the retirement age. Məsələn, buna baxanda kişilərin pensiya çıxma yaşı və qadınların pensiya çıxma yaşı göstərilir. Pensiya yaşı azaldıkça əvvəlki nəslin pensiya çıxmağı və gənc nəslin iş yerləri daha sürətlə tapmağı reallaşa bilər. İkincisi, pensiya yaşı azalarsa nə olar? Dövlətin üstündəki yük artmış olar. Amma azalanda nə baş verə bilər? İşsizlik, işsizliyə müsbət təsir göstərə bilər. Çünki bu qədər insan işləyirsə, 67 yaşına qədər, 66 yaşına qədər davam edirsə, burada nə deyə bilərik biz? Burada bunu deyə bilərik ki, iş yerində yəni tutulmuş olur. Digər tərəfdən təbii ki, hamı üçün deyə bilmərik, amma yaşlaşma artdıkca o görülən işin də produktivliyi də azala bilər. Ki bu cəhətdən düşünsəniz, deyərsiniz ki, 58 yaşında mən bunları pensiyaya çıxardım, amma bunlar pensiyaya çıxdılar, onda sizin əlinizə baxacaqlar. Amma indi işləyirlərsə, işlədikləri yerindən gələn gəlirlərə baxırlar. Ümid edirəm izah edə bildim. Amma bunlar məsələn gec pensiyaya çıxmaları hal-hazırda bizim üçün müsbətdir. Çünki ortalama yaş 66-dır. Elə 66 yaşından sonra çoxsu ölmüş olacaqlar. O cəhətdən də belədir. Minimum pensiya yaşıdır ki, inflyasiyaya qarşı qorunmalıdır. Burada əziz dostlar, gəlir vergisi cəhətdən məsələn, xüsusi belə deyək, necə izah edeyim mən bunu? Xüsusi pensiya fondları deyək, təşkilatları deyək, hər nəsə minimum bir dəqiqə xüsusi pensiya üçün gəlir vergi güzəşti. Məsələn, burada əgər biz güzəşti total etsək, bizim belə deyək, pensiyadan əldə etdiyimiz gəlirlər getmiş olacaq, yəni belə sadə dildə izah eləsək. Yəni burada onlar pullarını artıq istifadə edə biləcəklər. Deyəcək ki, müəyyən qədər olanda heç. Amma hamısını istifadə edin deyəndə insanlar götürüb pullarını aparıb özəl, yəni xüsusi şeyə yatıra bilərlər. Digər tərəfdən isə bir dəqiqə, buradan çıxa bilmədim. Hə. Digər tərəfdən isə burada gördüyünüz kimi burada həmçinin belə bir eyni bir dəqiqə. Hə, kapital məsələsidir ki, burada da hansı ki diqqətlə oxusanız görəcəksiniz. Taxes, social business employers, supplement pension. These payments are friends of financial investment and yəni əziz dostlar, bu da onu göstərir ki, dövlət belə deyək, işçilərindən sosial ödəmələri almaq yerinə bunu yəni imtina etsə anladığım qədərilə yəni özəl şirkətlərə bunların pulları yığıla bilər, kapitallaşa bilər. Bu da təbii ki, dövlətin gəlirlərini azaldacaq, amma dövlət səhv etmirəmsə, yəni almadığı vergiləri almadığı üçün bunlara pensiya ödəmək məcburiyyətində qalmayacaq. Yəni dövlətin özünün pensiya fondu yerinə şirkətlərin pensiya fondlarının gəlirləri arta bilər. Sonra burada ötenazi deyirik biz buna, əziz dostlar. Yəni şəxsin tibbi formada özünü öldürmək istəməyi. Məsələn, burada passiv ötenazi dediyimiz var. Buna tolerant yanaşırıq və legaldır ya da deyirik ki, artıq tamam. Sən özün belə deyək, ötenazi ol ya da başqa birisinə özünü öldürtdür kimi belə radikal bir demokrat, bir ultra liberal bir qərar ala bilirik. Hal-hazırda belə bir qərar yox təbii. İnsanların özünü öldürməyi bizim sərfəli deyil.
Sonra marixuananın əziz dostlar legallaşması ilə bağlı məsələdir. Yəni məsələn hal-hazırda qeyri-legaldır. Amma istehlakına tolerant yanaşa bilərsiniz. Burada məsəl üçün biraz daha tolerantlığınız arta bilər ya da icazə verə bilərsiniz müəyyən ərazilər üçün. Ya da deyə bilərsiniz ki, nə halınız varsa görün deyə bilərsiniz. Təbii ki, bu da istehsalat indeksini aşağı salacaq. Çünki hər kəs belə deyək, narkotik bulaşanda, yəni narkotik təsiri altında olub necə ölkənin istehsalatında yer ala bilərlər? Onu da düşünmək lazımdır. Burada da həmçinin əziz dostlar, istəsəniz içkini qadağan edə bilərsiniz. Özünüz bilərsiniz, mənə maraqlı deyil. Burada da 18 yaşından sonra içkiyə icazə var. Burada da siqaret istifadəsi, yəni tütün istifadəsi necədir? Məsələn, burada deyirik ki, daxili yerlərdə, yəni siqaret qadağandır. Yəni deyə bilərsiniz ki, heç bir dəxlisi yoxdur. Və yaxud da deyə bilərsiniz ki, müəyyən yerlərdə, restoranlarda, mollarda falan filan, yəni olmaz kimi qadağan edə bilərsiniz. Onlar restoran, mollar istisna olmaqla. Burada da daşıyıcı analıq var. Hal-hazırda daşıyıcı analığa icazə var. Yəni bəzi valideyn, bəzi qadınlar uşaqları özləri belə deyək də, doğmaq yerinə başqa qadınlar vasitəsilə doğdurub, onlara sonra yenidən ala bilərlər ki, biz hal-hazırda bütün kompensasiyanı qarşılayacağı şərti ilə buna icazə veririk. Yəni səhiyyədə bunlar idi əziz dostlar. İndi qayıtdıq məşğulluğa. Görək məşğulluqda nə var? Əziz dostlar, indi keçdik hara? Məşğulluğa. Məşğulluğa baxanda statistik məlumatlarımız var. Ortalama ümumi belə deyək, işçinin gəliri, məşğul olan birinin illik gəliri əziz dostlar, bax, illik, aylıq deyil. Ortalama gross dediyimiz ümumidir, yəni vergisiz halı 149.824 Ruanda frankıdır. Bir illik hesaplayanda bir ilə o qədər gəlib çıxmış olur. Məsələn, hesablayaq, belə hesablayaq. 3194 olsun 12. Məsələn, bu məntiqdən 38.000 olur, amma deməli işçilərin ümumi ortalama maaşı bu qədərdir. Deməli, bu minimum deyil. Burada görürsünüz. Sonra işsizlik dərəcəsi var. İşsizlik nədir əziz dostlar? İşsizlik işləmək istəyib dövlətə müraciət edən, bu istəkdə olan, daim iş axtaran insana deyilir. Siz evdə oturmuşsunuz, işləmirsiniz. Bu işsiz sayılmır. Gedib dövlətə, mən işsizəm, mən işsiz olaraq qeydiyyatdan keçmək istəyirəm deməlisiniz. Onlar da sizə yardım edirlər, kömək edirlər, iş tapırlar. Bu istiqamətdə də addımlar atıla bilər. İşsizlik yəni dediyimiz şey budur. Hal-hazırda aktiv əhalinin 19.27% işsizlik gördüyünüz kimi. Aktiv əhali də dediyimiz kimi hal-hazırda 15 ilə 64 yaş arasında olan insanlardır. Dövlətdə aktiv əhalinin 9.38-i ilə dövlətdə işləyir. Gördüyünüz kimi. Sonra qadın və kişi maaşı arasında bərabərlik məsələsi var. Yəni, qadın da kişi kimi işləyən yerlərdə işləyir. Qadın əməyinə də ehtiyac var və qadın dəstəklənir. Qadın dəstəkləndiyi üçün də kişi ilə qadın arasında maaş fərqi artıq 1-ə yaxınlaşıb 0,80-dir. Gini əyrisi əziz dostlar, kasıbla varlı arasındakı fərqdir. 1-ə 0, hətta 1-ə 0-a yaxınlaşdıqca deyək biz buna ideal olaraq belə bir dövlət yoxdur. Kasıb və varlı arasındakı fərqlər də azalmış olur. Bunu necə edə bilərsiniz? Kasıb əhaliyə dəstəklər verərək, iş yerləri yaradaraq, onlara dəstək verir, onları dəstəkləyərək, inflyasiyanı nəzarət alaraq, varlılardan daha çox vergi alaraq və s. Burada kasıb səviyyəsində yaşayan insanların var ki, bunlar da 44.9%-dir. Yəni əhalinin 44.9%-i kasıbçılıq vəziyyətində yaşayır. Dediyim məsələlər buna da aiddir. Burada da kölə kimi işləyən insanlar var ki, qarın toxluğuna bununla da mübarizə aparılmalıdır. Adətən bunlar qeyri-legal məşğulluğun içində yer alan, həmçinin qeyri-legal miqrantlardır. Burada da görürsünüz ki, əziz dostlar, ölkənin sadəcə 5.7%-dən dövlət işləyənlərdən 5.7%-dən vergi ala bilir. Geri qalanından ala bilmir. Çünki harada işlədiyini bilmir. Bunlar da adətən harada işləyir əziz dostlar? Kənd təsərrüfatında işləyirlər. Belə bir hal, vəziyyət var. Dövlət bununla mübarizə aparmalıdır. Təbii ki, mübarizə aparanda effektiv olmağını istəyirsə sərt bir mübarizə aparmalıdır.
ki effektiv bir nəticə ortaya qoya bilsin. Amma sərt mübarizə aparanda da təbii ki, sektorlar üçün mənfi nəticələr verə bilər. Ona görə mən yavaş, reformlu yolla qeyri-qanuni məşğulluqla mübarizə aparılmağın tərəfdarıyam. Zamanla onsuz da bunlar həllini tapan şeylərdir. Təbii ki, gəldirdən də olmamaq lazımdır o şərtdə. Gəldik indi əziz dostlar hara? Buradakı bizim qərarlarımıza. Bunlar da artıq qanunvericiliyə daxil olan şeylərdir. Bundan əvvəl təbii ki, biz nədən danışmalıydıq? Büdcənin istiqamətlənilməsindən. İndi büdcənin istiqamətlənməsindən danışaq. Birincisi, əziz dostlar, Help for Employing Young People. Yəni gənclərin işə götürülməsinə dəstək. Dövlət gəncləri işə götürən şirkətlərə subsidiya, vergi güzəşti və ya maaş dəstəyi verdikdə işə götürən üçün risk azalır. Təcrübəsiz gənci işə almaq daha cəlbedici olur. Gənclər iş tapır, uzun müddətli işsizlik azalır və sosial narazılıq düşür. Mənfi tərəfləri bəs nədir? Bəzi şirkətlər yalnız subsidiya dövrü üçün gənc işə götürür, sonra onları işdən çıxarır ki, bu ehtimal çox az ola bilər. Dövlət maaşın 30%-ni ödəyir. Məsəl üçün, şirkət yeni məzun işə alır, subsidiya bitəndə işdən çıxarma riski var. Belə bir şey olmayacağı üçün işdən çıxarmadan danışa bilmərik. İkincisi, yaşlıların, yəni yaşlı təbəqənin məşğulluğuna dəstəyidir ki, bu daha çox 55 yaşdan çox yaş qrupu işə götürən şirkətlər üçün təşviqatlardır ki, təcrübəli işçilər əmək bazarında qalır, pensiya sisteminə təzyiq azalır, bilik və təcrübə itmir. Mənfi tərəfləri nə ola bilər? Bəzi sahələrdə məhsuldarlıq aşağı düşə bilər ki, bildiyimiz kimi. Gənclər üçün iş yerləri azala bilər. Bu barədə danışmışıq. Məsələn, amma nümunə olaraq nə deyə bilərik? Deyə bilərik ki, yaşlı mühasib deyək ki, var. Onun işdə qalmağına kömək edirik. Təcrübə davam edir, amma o yerdə işləmək istəyən gənc iş tapa bilmir. Ona görə dövlət bunun balansını doğru qorumalıdır. Employment Agency dediyimiz məşğulluq agentliyi isə nə işə yarayır? Güclü məşğulluq agentliyi işsizləri iş yerləri ilə uyğunlaşdırır, təlim və yönləndirmə verir, işsizlik müddəti qısalır, bacarıqlara uyğun iş tapmaq asanlaşır. Mənfi tərəf nədir bəs? Zəif idarəetmə olarsa, agentlik kağız üzərində qala bilər, real təsir az olar. Nümunə olaraq məsələn verə bilərik, agentlik kurs təşkil edir, işsiz texniki bacarıq qazanır, iş tapır beləliklə. Sonra işsizlik müavinəti alanlara nəzarət. Məsələn, nəzarət gücləndikdə müavinəti haqsız alanlar aşkarlanır, sistemdən sui-istifadə azalır, dövlət xərcləri nəzarətdə saxlanılır. Bəs yaxşı, mənfi tərəf nədir? Həddindən artıq yoxlama həqiqətən iş tapa bilməyən insanları da sıxa bilər. Məsəl üçün, yoxlama artarsa, gizli işləyən müavinət itirə bilər. Amma dürüst, yəni vicdanlı insan isə işsiz narahat ola bilər ki, hər an məndən də bu pul gedə bilər. Combat Employment Discrimination dediyimiz isə işdə ayrı seçkiliyə qarşı mübarizədir. Cinsə görə, yaşa görə, etnik mənsubiyyətə görə diskriminasiya azaldıqda əmək bazarı daha ədalətli ola bilər. İstedadlar daha səmərəli istifadə edilə bilər. Mənfi tərəfi nə ola bilər? Şirkətlər əlavə hüquqi riskdən qorxub işə qəbul prosesini yavaşlada bilərlər. Diskriminasiya cəriməsi isə qadınlar daha çox işə alınır, HR prosesləri uzana bilər. Yəni sonra iş yerində gender bərabərliyini nəzarət də həmçinin. Eyni iş üçün eyni maaş prinsipi tətbiq olunar. Qadınların əmək bazarında mövqeyi güclənər. Sosial ədalət və məmnuniyyət yəni arta bilər. Bəzi sektorlar isə maaş xərclərini artıra bilərlər. Nümunə olaraq məsələn maaş fərqi bağlansa, qadının motivasiyası artar, amma şirkətin xərci də bir o qədər arta bilər. Sonra niyə? Çünki əziz dostlar, adətən qadınları kişilərdən daha ucuz işlədirlər ona görə. Uşaq əməyinə qarşı mübarizədə isə uşaqlar işdən çıxarılıb məktəbə yönləndirilər. Uzun müddətli insan kapitalı güclənər, beynəlxalq imic yaxşılaşa bilər. Yoxsul ailələr üçün qısa müddətdə iş gəliri itkisi yarana bilər, amma uşaq fabrikadan çıxıb məktəbə getsə, ailə gəliri azala bilər. Amma gələcəkdə isə bu tam əksi nəticə verə bilər. Əlillərin işə inteqrasiyasında da əlillər üçün kvota müəyyən olunur, dövlət proqramları tətbiq edilər və beləliklə onların da yükü azalar. Təbii ki, bu da şirkətlərin xərcini artıra bilər. Daha sonra məsələn, qeyri-rəsmi məşğulluğa qarşı mübarizə də qeydiyyata alınır, vergi, sosial sığorta gəlirləri artar, işçilərin hüquqları qorunar, amma bu da kiçik bizneslərin bağlanmağına ya da işdən çıxarmalara səbəb ola bilər.
Yəni bunlardan burada rahat şəkildə danışmaq mümkündür. İndi isə legislation hissəsinə baxaq. Görək orada nələr var. Davam edirik. Deməli, əziz dostlar, burada ilk əvvəl təzminata baxırıq. Yaxşı, bu təzminat nədir və nə işə yarayır? Birincisi, işdən çıxarma təzminatının müəyyən edilməsidir. İşdən çıxarılan işçiyə ödənilən təzminat yüksəldikdə işçi üçün gəlir təhlükəsizliyi artır. Yəni, sosial narazılıq azalır. İşçilər işdən çıxarılmaq qorxusu ilə yaşamır, daxili istehlak stabilləşir. Yəni, nə görürük buradan? Yəni, sahibkar işçini işdən çıxardarkən təzminat ödəmək məcburiyyətindədir. Ona görə də burada bir çətinlikdən danışa bilirik. Yəni, işdən keyfinə görə çıxarda bilməz, çıxarda da bilmir. Bu da həqiqətən onları daşındırıcı bir funksiya olaraq çıxış edir. Amma bu müsbət tərəfidir. Mənfi tərəfi nədir? İşə götürən üçün işçi çıxarmaq bahalaşır. Buna görə şirkətlər yeni işçi götürməkdə ehtiyatlı davranırlar və yaxud da daha yüksək intellektual işçiləri işə götürürlər. Yəni, yüksək təzminat ödəmək işçini qoruyur, amma şirkət yeni iş yeri açmaqdan çəkinir. Yəni, bu balansı burada qorumağı bilməliyik. Əks təqdirdə biz burada işçilərin işdən çıxarılmağı qarşısında ədalətsiz bir mövqe sərgiləmiş olaraq. İkincisi, burada biz iş axtaranlara müavinətin məbləğidir. İş axtaranlara müavinətin məbləği. Yəni, bu insanlar işsizlik müavinəti yüksəldikdə, insanlar işsiz qaldıqda dərhal yoxsulluğa düşmür. Sosial sabitlik qorunur. Daxili bazarda istehlak kəskin düşmür. Yəni, beləliklə biz nə etmiş oluruq? İnsanlar iş axtararkən, yəni işləyən insan işsiz qalır və beləliklə deyək ki, əvvəlki maaşının müəyyən hissəsini alır. Amma bunu bildiyim qədərilə dövlətdən alır deyə xatırlayıram. Bəli, dövlətdən alır. Ki, bir dəqiqə, səhv oldu biz. Dövlət qarşılayır bunu bildiyim qədərilə. Çünki dövlət ona qədər, o vaxta qədər nə etmişdi? Bu insandan sosial təhlükəsizlik almışdı, düzdürmü? Sosial təhlükəsizlikdən almışdı, fonda yükləmişdi. İndi o necə verirsə, elə də onun dəstək verməlidir ki, iş tapana qədər özü ayaqları üstünə dayana bilsin. Təbii ki, müavinət əgər çox yüksək olarsa, bəzi insanlar iş tapmağa tələsməyə bilər. İnsanlar deyər ki, onsuz da dövlət mənə baxır, mən də adı nədir, sonra baxaram. İşim, vaxtım olanda gedərəm iş axtararam kimi ola bilir. Təbii ki, yüksək müavinət olarsa, ailədə olanlar iş axtarışı ləngiyər. Yəni, ona görə burada da balansı qorumaq çox-çox vacib bir amildir, əziz dostlar. Burada həmçinin bu müddətin, işsizlik müavinətinin müddəti var. Müavinətin müddəti uzaldıldıqda insanlar uyğun iş tapmaq üçün vaxt qazanırlar. Aşağı maaşlı və qeyri-sabit işlərə məcbur qalmırlar. Amma uzun müddət müavinət alanların bir hissəsi əmək bazarından uzaqlaşa bilər. Məsəl üçün, deyək ki, 12 ay müavinət ixtisasına uyğun iş tapıldı. Amma bəzi şəxslər passivləşə bilər. Yəni, adam deyər ki, olsa dövlətdən mən pul alıram, neynirəm mən iş tapmağı? Yəni, versəniz belə, əziz dostlar, çox az verməlisiniz ki, bu insan bu pulla yaşaya bilməsin, getsin özünə iş tapsın. Həftəlik iş saatına keçək. Həftəlik iş saatında görə vəziyyət nədən ibarətdir? Həftəlik iş saatı, əziz dostlar, 45 saat da hazır gördüyünüz kimi. Həftəlik iş saatı azaldıqda işçi sağlamlığı və həyat keyfiyyəti yüksəlir, iş qəzaları azalır, bəzi hallarda daha çox işçi işə götürülür. Bəzi hallarda daha çox işçi işə götürülür. Bax, niyə əziz dostlar? Niyə? Çünki sahibkar düşünür ki, mənim işçim bu qədər işləyir, düzdürmü? Onda shift dediyimiz o müəyyən o dövriyyəli iş rejiminə keçiş üçün şərait yaradılır. Və deyirlər ki, bu simində bu olsun, bu simində bu olsun kimi şeylər olur. Amma məhsuldarlıq düşə bilər, şirkətlərin əmək xərcləri arta bilər, çünki yəni problem yarana bilər. Məsəl üçün, saata əgər 40 saata, 35 saata qədər çəksək ki, həftəlik iş saatıdır bu bildiyim qədərilə, 40 saat, 35 saata çəksək, işçi məmnun olacaq, amma istehsalat xərci artmış olacaq. Bunu da belə anlamış olduq. Keçirik minimum əmək haqqına, working week. Bir dəqiqə, həftəlik deyəndə 45 saat, həftəlik bir dəqiqə, bunu hesablayaq. 45 saat deyirsə, 45 saat bölünsün 7. 6 saat işləmiş olurlar da məntiqlə, 6-7 saat. Amma təbii ki, buradan
həftəlik yerinə bazar günü işləmədiklərini hesaba qatsaq, 45-i bölürük 6-ya, 7,5 saat işləmiş olurlar əziz dostlar. 6 gün 7,5 saat. Yəni biz indi məsələn bunu 40-ı bölsək, yəni 5-ə 8 saat. Yəni 40 saat olsa bunlar 8 saat, 5 gün, həftənin 5 günü 8 saat işləmiş olacaqlar. Minimum əmək haqqına keçək. Görək minimum əmək haqqı bizə nələr verir. Hal-hazırda görürsünüz ki, minimum əmək haqqımız 3194 Ruanda frankıdır. Minimum əmək haqqı artırıldıqda aşağı gəlirli işçilərin alıcılıq qabiliyyəti yüksəlir, yoxsulluq azalır. Amma kiçik bizneslər üçün yük arta bilər, qeyri-rəsmi məşğulluq riski yarana bilər, gördüyünüz kimi. Məsəl üçün, minimum maaş artsa, istehlak artacaq. Kiçik dükan işçi çıxarmağa başlayacaq amma. Çünki xərci artacaq. Sonra, əziz dostlar, gəldik. Son 2 hissəyə keçdik. Artıq buranı da bitirməyə başlamışıq. Burada establish the minimum solidarity allowance, minimum sosial yardım. Ən zəif qruplar üçün sabit minimum gəlir təmin olunur, sosial uçurum azalır. Dövlətin daimi xərci arta bilər, büdcə üzərində yük yarana bilər. Minimum yardım aclıq riskini azaldır, fiskal öhdəliyi isə artırır deyə bilərik. Təbii ki, bu da daha çox həqiqətən ehtiyacı olan insanlara verilən bir yardım. Və yeni gələn bir qərar ehtimalı nədir? Ümumi əsas gəlirin yaradılmasıdır. Bütün vətəndaşlara şərtsiz sabit gəlir verildikdə yoxsulluq kəskin azalır, bürokratik sosial sistem sadələşir, insanlar risk alıb yeni iş və ya təhsil axtara bilirlər. Mənfi tərəfi nədir? Çox yüksək büdcə xərci tələb edir, əmək motivasiyası bəzi qruplarda zəifləyə bilər. Aylıq deyək ki, ümumi əsas gəlir artsa, ailənin minimumu təmin edilə bilər. Bəzi insanlar isə işləmək istəməyə bilər. Gördüyünüz kimi, bu qədər detallı bir simulyasiyadan burada bəhs etmiş oluruq. İndi isə əhalinin məlumatları hissəsinə keçə bilərik. Deməli, əziz dostlar, indi keçdik biz statistik məlumatlarımıza. Birinci, burada demografiyanı görürsünüz, əhalinin sayına, yaşına, qrafikasına görə. Görürsünüz ki, bax, 53 yaşından sonraki insanların qrafikası nə qədər dardır. Yəni, burada artıq yaşayanların sayı çox azdır. Ən çox qırılma 26 yaşından sonra başlayır, ölüm artır. Amma baxırsınız ki, gənclərin, yeni doğulanların miqdarı daha çox üstünlük təşkil edir. Yəni, əhali daim dinamik artır. Yəni, ölüm çoxdur, amma doğum da çoxdur. Doğum da çoxdur, ölüm də çoxdur. Bu, 3-cü dünya dövlətini bizə göstərir. Və ölənlər, doğulanlar daha doğrusu ölənlərdən də çox olduğu üçün ölənlərin yeri tez bir zamanda yeni doğulanlarla alır. Amma bu artıq elə hal olmalıdır ki, doğum çox, ölüm az olmalıdır. Ən başda, sonra isə təhsilin artmağı ilə birlikdə doğum az, ölüm az kimi 3-cü dünya dövlətindən 1-ci dünya dövlətinə keçməliyik. Birinci, əziz dostlar, burada artıq siz başlıqları görə bilirsiniz. Birinci başlayırıq əhalidən. Əhali, əziz dostlar, milyon nəfərdən də görürsünüz ki, bu göstərici ölkədə yaşayan insanların ümumi sayını ifadə edir. Əhali sayı dövlətin əmək bazarının ölçüsünü, daxili bazarının həcmini, ordu potensialını və sosial xərclərin miqyasını müəyyən edir. Böyük əhali, geniş bazar və ucuz əmək demək ola bilər. Lakin eyni zamanda təhsil, səhiyyə və sosial təminat üçün daha çox büdcə tələb edir. Məsələn, 10 milyon əhalisi az daxili bazar ola bilər. 10 milyon əhali daxili bazarın az olmağını göstərir. Amma 80 milyonluq əhali güclü bir bazar göstərir. Population growth dediyimiz şey isə əhali artım tempidir. Əhalinin hər il neçə faiz artdığını və ya azaldığını göstərir. Yüksək artım gənc əhali və gələcək iş qüvvəsi deməkdir. Lakin işsizlik və şəhər sıxlığı riski yarada bilər. Aşağı və ya mənfi artım isə yaşlanan cəmiyyət və pensiya böhranı riskini göstərir. Nümunə məsələn, 2% əgər artırsa sadəcə məktəb və iş ehtiyacı da artacaq. Yaşlı əhali isə əgər 0,5% artırsa, yaşlı əhali artır. Yəni, gənclər artdıqca əhalinin sayı da artmış olur. Əhali sıxlığına baxırıqsa, 1 kvadrat kilometrə düşən insan sayıdır. Yüksək sıxlıq infrastrukturun səmərəli istifadəsinə imkan verir. Amma mənzil, trafik və çirklənmə problemləri yaradır. Aşağı sıxlıq isə
xidmətlərin baha başa gəlməsinə səbəb olur. Şəhər dövləti, yüksək sıxlıq, geniş ərazi dövləti kimi məsələlər. Yəni sıxlığımız artdıqca bir yerdən bir yerə getmək rahatlaşır. Bu adətən nə vaxt olur? Kənddə yaşayanların sayı çox olanda, əksəriyyəti ki belədir. Şəhərə köçdükcə isə bu məsafələr arta bilər ki, bu da nəqliyyatın üstündə çətinlik yarada bilər. Amma yenə də məsəl üçün ərazini də hesaba qatanda bundan danışmaq olar. Fertility rate dediğimiz doğum emsalıdır. Bir qadının ömrü boyu dünyaya gətirdiyi orta uşaq sayıdır. Gördüyünüz kimi. Yəni bu da bizdə neçədir təxminən? Bizdə hal-hazırda bu 3,04-dür. Burada görürük ki, özünü əhalinin bərpa etməyi üçün 2,1 səviyyəsi lazımdır ki, bu yeni doğulanların sayının artmağı deməkdir. Bunun altı uzun müddətli azalma isə, üstü isə sürətli artım deməkdir. Yəni məsəl üçün 1,4 olsa, deməli ölkədə bir qocalma gedir. Amma 3,5-dirsə, deməli ölkədə doğulanların, gənclərin sayı daha çoxdur. Birth rate dediyimiz doğum səviyyəsi isə hər 1000 nəfərə düşən illik doğum sayını göstərir ki, qısa müddətli demografik dinamikanı əks etdirir. Məsələn, yüksək doğum olursa, uşaq baxımı və təhsil xərci də gələcəkdə artacağını göstərir. Kontrapasiya dediyimiz şey varsa ki, kontraseptiya. Bunu düzgün okuya bilmədim. Contraception. İngilis dilini oxumaq Azərbaycan dilini oxumaqdan daha rahat imiş. Yəni kontrasepsiya istifadəsi deyək. Bu da ailə planlamanın nə qədər geniş yaydığını göstərir ki, yüksək göstərici doğumların daha planlı olduğunu, aşağı göstərici isə nəzarətsiz artımı göstərir. Bizdə hal-hazırda yəni demək olar ki, əhali artımı tempi var. 51-60 dələ ki, amma 70% çıxsa, təbii ki, stabillik ola bilər əhalinin ailə planlamasında. Child mortality dediğimiz uşaq ölümü isə 5 yaşına çatmadan ölən uşaqların nisbətidir. Bu göstəriciyə səhiyyə, qidalanma, sosial bərabərsizliyin ən həssasıdır. Yüksək göstərici zəif səhiyyə sisteminin xəbərdarlığıdır. Bizə düzəlməyə doğru gedəcəyini inanıram. Orta ömür uzunluğu isə bir insanın doğulduqda yaşaması gözlənilən orta il sayıdır. Səhiyyə həyat tərzi, sosial rifah ümumi nəticəsidir. 82 il inkişaf etmiş cəmiyyətdə 60 il struktur problemləri göstərir. Yəni inkişaf etmiş cəmiyyətlərdə 82 il gözlənəndir. 60 il isə artıq problemləri özündə ehtiva edir. Urbanizasiyaya gələndə isə əziz dostlar, əhalinin neçə faizinin şəhərlərdə yaşadığını göstərir. Şəhərləşmə məhsuldarlığı artırır, amma kəndin boşalmasına və şəhər problemlərinə yol aça bilər. 80% olan şey, 80% olarsa urbanizasiya, sənaye və xidmət üstündür. 40%-dən aşağıdırsa kənd təsərrüfatı dominantdır. Bizdə belədir. Burada miqrasiyada da birlikdə xaricdən gələnlər, beyin axımı və s. Bizdə hal-hazırda beyin axımı var. Gəliri yoxdur. Human Development Index dediğimiz şey, insan inkişafı isə təhsil, ömür uzunluğu və gəliri birləşdirən kompleks göstəricidir. Yəni insan yönümlü olub olmadığını göstərir. Burada da adam başına ÜDM dediğimiz şey, yəni GDP-dən nə qədər adam başına düşür. Bu da demək olar ki, vəziyyəti göstərir ki, yəni bu dövlət inkişaf edib ya etməyib. Burada görürük yoxsulluq var. Əhalinin neçə faizinin minimum yaşayış səviyyəsindən aşağı yaşadığını göstərir. Sosial risk və siyasi narazılığın əsas mənbəyidir. Yəni əgər 30%-ə çıxıbsa bu, hansı ki bizdə bərbad gündədir, sosial partlayış riski hər an var kimi düşünə bilərik. Ümumi xoşbəxtlikdə də təbii ki, alınan qərarların nəticələrinin nə qədər effektiv olduğu məsələləri var. Davam edirik. Family-də əziz dostlar, bunlar əslində bildiyimiz şeylərdir əslində. Amma yeni də bunları bilirik, bunlara baxmışıq. Bunlar əziz dostlar, tək uşaqlı ailələrə, 2 uşaqlı ailələrə, 3 uşaqlı ailələrə aylıq uşaq puludur da, belə deyək. Hal-hazırda bizim belə bir dərdimiz yoxdur. Çünki əhali azalmır. Əksinə əhali çoxdur. Onsuz da bunu artırmağın yenə də bir mənası yox. Uşaq yoxlanır, yəni nəzarət siyasətidir ki, tək uşaqlı olsun ya olmasın, bizdə limit yox. Burada abortla bağlıdır. İllegaldır hal-hazırda, amma abortu müəyyən şərtlərlə edə bilərsiniz. Məsələn, təcavüz varsa, deyək ki, burada təcavüz buradadır. Müəyyən uşaqda bir problem var, yox, üzr istəyirəm. Burada təcavüz halları istisna qeyri-legaldır. Burada isə həm təcavüz riski, həm də uşaqlarda defekt, yəni əngəllilik və s. varsa abort oluna bilmə imkanı var, istisnadır.
Və yaxud da burada isə tamamilə azaddır. Təbii ki, bunu qalxıb leqal etsəniz əziz dostlar, istənilən təqdirdə, onda bilirsiniz nə olacaq? Əhali sayınız azalacaq, hamı abort edəcək. Ona görə illegallar hazırda, bəlkə gələcəkdə düşünə bilərik. Burada homoseksuallıq vəziyyətidir. Evlənməyə icazə vermə, azad birlik qurma, vətəndaş birliyi qurma. Və yaxud da deyirsiniz ki, legaldır, amma təşkilatlanmaya icazə vermirəm, ya da deyirsiniz ki, qadağandır. Burada bunların belə deyək də valideyn olmaq imkanına dövlət nə deyir? Hal-hazırda yoxdur. Transgenderdəki hal-hazırda yəni belə bir qanun çıxarmamışıq. Amma zamanla bu qanunları çıxardıb bəlkə fərqli şeylər etmək olar. Məsələn, estetikə müəyyən şərtlərlə, məsələn, xüsusi estetik şeylər vs.lərdə falan filan onları təyin etmək olar. Sonra burada da daşıyıcı analıqı, bunu bilirsiniz. Bu barədə danışmışıq. Sonra qadınlar barədə. Burada kişi və qadın bərabər. Bunları bilirsiniz əziz dostlar. Yəni bunlara ehtiyac yoxdur. Bunlar da demək olar ki, təkrardır. Bunlara da baxmışıq. Yəni gördüyünüz kimi bəzi şeylər həqiqətən təkrar olub. Uşaq və deməli uşaqlar və gənclər barədə bunlar şeylər var. Bunlar da əslində belə deyək ki, həm burada var, həm gənc şeydə var, polisdə var, daxili işlərdə var, həm bunların çoxusu polisdə var, həm səhiyyədə var, həm şeydə var. Ona görə burada baxmayacağam, irəlidə baxarıq. Buradakilərin çoxusu da demək olar ki, paylanılıb da, belə demək olar. Yəni hamısını öz yerində baxmaq lazımdır. Əslində bu ikisi son dövrdə açılan bu ikisi mənasız qaldı. Məskunlaşmaya gəldi sıra əziz dostlar. Deməli, məskunlaşmada burada bu dövlətin özünün inşa etdiyi evlərdir. Dövlət yoxsulluğa mübarizə aparmaq üçün, evsiz insanlara ev tapmaq üçün belə bir şərait yaradır. Hal-hazırda 66.687 dənə evsiz var. Bizdə azdır, Afrika Birliyi ortalamasında çoxdur təbii ki. Köhnə evləri sökmək ki, zəlzələ riski qarşısında dağılıb insanlar ölməsin. Yeni evlər tikmək ki, bu dövlətin belə deyək şeydir, nədir? Yəni nə qədər ev tikib, nə qədər şeyləyəcəyi, onu planlama ilə həyata keçirmək lazımdır. Legislation'da isə təbii ki, müəyyən qanunlar var. Bunları düşünmək lazımdır. Burada deməli əziz dostlar, nə var? Burada gördüyünüz kimi sıfırda hal-hazırda. Bu nədir? Mən izah edim. Deməli, aşağı maaşlar üçün aylıq kirayə yardımıdır. Dövlət nə edir burada? Dövlət aşağı gəlirli işləyənlərə aylıq kirayə yardımı verir. Bu qrupun mənzilə çıxışı asanlaşır və evsiz qalma riski azalır. İnsanlar maaşlarının böyük hissəsini kirayə vermək məcburiyyətinə qalmır. Qalan pulla qida, təhsil və sağlamlıq xərclərini ödəyə bilir. Şəhərlərdə sosial sabitlik artır, məcburi köç və qeyri-rəsmi yaşayış azalır. Bəs yaxşı, mənfi tərəfi nədir? Əgər bazar düzgün tənzimlənməsə, ev sahibləri bu yardımı fürsət bilib kirayə qiymətlərini qaldıra bilər. Yardım dolayısıyla ev sahibinə keçmiş olar. Dövlət üçün daimi büdcə yükü yarana bilər. Məsəl üçün, nümunə olaraq, minimum maaş deyək ki, 400 manat olsun, dövlət 150 manat yardım edir, ailə rahatlayır. Amma bəzi ev sahibləri bunu görür və deyir ki, mən kirayəni 400 manata yox, 500 manata qaldırıram. Yəni, belə bir risk də var. Tələbin artmağını hesaba qataraq bunu da düşünmək lazımdır. İkinci əziz dostlar, inflyasiyaya qarşı qorumadır ki, kirayə artımının tənzimlənməsi qanunudur. Dövlət kirayə qiymətinin illik artımını limit qoyduqda, məsələn, maksimal 10% deyəndə kirayəçilər qəfil qiymət şokundan qorunur. Xüsusilə inflyasiya dövrlərində insanlar eyni evdə yaşamağa davam edə bilir. Sosial narazılıq və şəhərdən kənara sıxışdırma azalır. Bu siyasət orta və aşağı gəlirli şəhər əhalisi üçün çox vacibdir. Məsələn, ev sahibləri gəlir artımını məhdud gördükdə yeni evləri kirayə verməkdən çəkinə bilər. Yaxud baxım və təmir xərclərini azalda bilər. Uzun müddətdə kirayə bazarda təklifi azalda bilər. Yəni belə bir riskdən də danışırıq ki, burada kirayəşinləri, kirayədə qalanları qoruyuruq, amma ev sahibləri belə deyək, görür ki, bu sərfəli deyil. Deyir, onda mən buradan kirayə gəliri ala bilmirəmsə, onda mən bu evi satıram, getsin. Burada da gördüyünüz kimi siz tam təmin edə bilərsiniz və yaxud da deyə bilərsiniz ki, inflyasiyaya qarşı qiymət artımına diqqət et. Burada isə əziz dostlar, siz mənzil almaq üçün dövlət yardımını görürsünüz. Dövlət ipotekaya faiz subsidiyası,
İlkin ödəniş dəstəyi və ya uzun müddətli ucuz kredit verdikdə insanlar kirayədən çıxıb ev sahibi ola bilərlər. Bu ailələr üçün uzun müddətli təhlükəsizlik yaradır və orta sinifin güclənməsinə kömək edir. Tikinti sektoru da canlanır, iqtisadi aktivlik də artır. Bəs yaxşı, mənfi tərəfi nədir? Tələbin süni şəkildə artması mənzil qiymətini yüksəldə bilər. Əgər təklif paralel artmırsa, dövlət yardımı evləri daha bahalaşdırır bilər. Büdcə riski də yaranır. Məsələn, dövlət ipotekaya dəstək verir, daha çox insan ev almaq istəyir. Qiymətlər təbii olaraq qalxır, dəstək almayanlar bazardan çıxa bilərlər. Yəni belə bir burada yəni necə deyərlər, şeyi görə bilirsiniz. Məsələn, burada ipoteka gəlir vergisini azalda bilərsən yeni almaq istəyənlərə. Yaxud da deyə bilərsən ki, daha az kreditlə gəlin alır. Bunlar hamısı düşünülüb, planlaşdırılaraq alınmalı olan qərarlardır, əziz dostlar. İndi isə nəqliyyat barədə danışa bilərik. Deməli, əziz dostlar, burada müəyyən, siz gördüyünüz kimi, müəyyən nəqliyyat növlərini görürsünüz. Gəlin bu nəqliyyat növlərini yaxından öyrənək. Birincisi, əziz dostlar, bike path dediyimiz şeydir, yəni velosiped yollarıdır. Velosiped yollarının müsbət tərəflərinə baxaq. Velosiped yollarına investisiya edildikdə qısa məsafəli şəhər nəqliyyatı rahatlaşır. Avtomobil istifadəsi azalır və hava çirklənməsi aşağı düşür. Bu, xüsusilə mərkəzi şəhərlərdə tıxacın azalmasına və ictimai sağlamlığın yaxşılaşmasına səbəb olur. Velosiped infrastrukturu nisbətən ucuzdur və uzun müddətdə səhiyyə xərclərini azalda bilər. Bu bizim müsbət tərəfimizdir. İkinci mənfi tərəfimiz nədir? Avtomobil yollarından zolaq alındıqda sürücülər üçün sıxlıq arta bilər, tanış bir mənzərədir. Yağışlı və soyuq iqlimdə istifadəsi məhduddur. Yəni, nümunə verə bilərik. Şəhər mərkəzində velosiped yolu maşınla 20 dəqiqə, velosipedlə 12 dəqiqəyə qədər enə bilər. Ki, bu bizim prioritetimiz olacaq gələcək gameplaydə. Road transportdan danışa bilərik. Avtomobil və yük yolu nəqliyyatı olaraq da tərcümə edə bilərik bunu. Yol nəqliyyatı sərnişin və yük daşınmasının əsas sütunudur. Güclü yol şəbəkəsi ticarəti sürətləndirir, kənd-şəhər əlaqəsini möhkəmləndirir və daxili bazarı birləşdirir. Xüsusilə logistika və kənd təsərrüfatı üçün həyati əhəmiyyət daşıyır. Bu müsbət tərəflərimizdir, dostlar. Mənfi tərəflərimiz də var. Avtomobil asılılığı artdıqca yanacaq xərcləri, karbon emissiyası və yol qəzaları çoxala bilir. Uzun müddətlə şəhərlərdə həyat keyfiyyəti azala bilər. Nümunə verək. Yeni magistral yol, kənd məhsulu bazara tez çatacaq, amma və həmçinin də qiymət stabilləşmiş olacaq. Yəni müsbət tərəfinin daha çox olduğunu görə bilirik. Yəni biz də Trump kimi deyə bilərik ki, ekologiya ikinci planda. Mən inkişaf etmək istəyirəm deyərək də düşünə bilərik. Təbii ki, bunun balansını qoruyacaq. Üçüncü, əziz dostlar, rail transportdur, yəni dəmir yolu nəqliyyatıdır. Dəmir yolu nəqliyyatı tutumlu, təhlükəsiz və enerji baxımından səmərəlidir. Uzaq məsafələrdə sərnişin və yük daşınması üçün ən stabil nəqliyyat növüdür. Regionlar arası iqtisadi inteqrasiyanı gücləndirir və yol nəqliyyatının yükünü azaldır. Mənfi tərəfi nədir bəs? İlkin infrastruktur xərci çox yüksəkdir və qısa müddətdə özünü doğrultmur. Elastikliyi yoldan aşağıdır. Məsələn, yük qatarı 50 tırın yükünü tıxac və qəza azaldaraq aparıb çatdıra bilər. Dördüncü, hava nəqliyyatıdır. Hava nəqliyyatı sürət üstünlüyü yaradır və ölkəni qlobal sistemə bağlayır. Turizm, beynəlxalq ticarət və diplomatik əlaqələr üçün vacibdir. Uzaq məsafələrdə alternativsizdir. Mənfi tərəfi nədir bəs? Ən bahalıdır və ən çox çirkləndirən nəqliyyat növüdür. Daxili daşımada yalnız yüksək gəlirli təbəqəyə xitab edir. Məsələn, beynəlxalq hava limanı tikilərsə, turist axını arta bilər, xidmət sektoru da böyüyə bilər. Gördüyünüz kimi, nəqliyyatda çox da problemlər yoxdur, ekoloji problemlərdən başqa. Su, dəniz və çay nəqliyyatı da buna deyə bilərik. Su nəqliyyatı böyük həcmli yüklər üçün ən ucuz üsuldur. Limanlar ticarət mərkəzinə çevrilir və ixrac-idxal xərcləri azalır. Mənfi tərəfi nədir? Sürəti zəifdir, coğrafi məhdudiyyətləri var, liman investisiyası böyükdür. Konteyner gəmisi minlərlə ton yükü minimal xərclə daşıya bilər, amma sürəti azdır. Əlillər üçün əlçatanlıq barədə desək, nəqliyyat sistemində rampalar, liftlər və uyğun dayanacaqlar qurulduqda əlillərin sosial və iqtisadi həyata qatılımı, yəni iştirakı arta bilər.
Bu əmək bazarına çıxışı genişləndirər və sosial bərabərliyi gücləndirər. Mənfi tərəfi nədir? İlkin uyğunlaşma xərci yüksək ola bilər, amma əlil üçün uyğun metro işə çıxış imkanı ola bilər. Yol baxımı da son olaraq deyək, mövcud yolların təmiri və saxlanması qəzaların azalmasına, yanacaq sərfiyyatının düşməsinə və logistikanın davamlılığına səbəb olur. Yeni yol çəkmədən daha ucuz və effektivdir. Baxım gecikərsə, gələcəkdə xərclər qat-qat arta bilər. Vaxtında asfalt tikilərsə, qəza azalar, sığorta xərcləri də azalmış olar. Yəni əziz dostlar, gördüyünüz kimi nəqliyyat da bundan ibarət idi. Burada isə əziz dostlar, nəqliyyatın construction hissəsi var. Məsələn, main road tikə bilərsiniz, şəhərlər arası indi göstərmək istəmirəm. Secondary highway, məsələn, bunlar şəhər içi yollardır. Burada sürət qatarı, bu da həmçinin xəritə üstündə təyin olunur. Metrodur. Ortalama bir trafiki olan bir aeroport, böyük aeroport, gördüyünüz kimi 1 trilyondur nə də olsa. Port, liman, həmçinin bunlar çox bahalı xərclərdir əziz dostlar. Bunu bilin. Legislation hissəsində də bunların demək olar ki, hamısına biz baxmışıq. Ona görə təkrar etmək istəmirəm və bu bölümü burada tamamlamaq istəyirəm. Məni izlədiyiniz üçün təşəkkür edirəm. Ümid edirəm ki, ağlınızdakı suallara cavab tapa bildiniz. Sualınız, təklifiniz, iradınız olarsa şərh yerində yazın. Oxuyub əlimdən gəldiyi qədər cavab verməyə çalışacağam. Görüşərik əziz dostlar.